Əlimdə olan yarım kilo ətdən 2 cürə yemək bişirməyi planlayıram bu günləri. Mən yemək bişirməyi dediyim kimi sevmirəm. Sadəcə olaraq bu gün nəsə o gün idi. Hava sərin idi, nə idi ona görə bilmirəm. Həm tərəvəz dolması, həm də küftə bozbaşı elədim. Amma bunu deməli əsl qayda qanuna uyğun yox. Özümüz evə necə bişiririksə elə bişirirəm mən. Xahiş edirəm məni rəylərdə linçləməyin ki, üç bacının içərisində, üç bacı yox, tərəvəz dolmasının içərisindəki düyü nədir? Əti niyə qovurmadın, niyə çiğ qoydun? Biz belə bişiririk qızlar. Reyhan da evdə vardı, unutdum reyhanı əlavə eləməyi. Və keçən gün mən tərəvəz dolması bişirəndə, üç bacı deyəndə xoşum gəlmir, ona tərəvəz dolması deyirəm daha doğrusu. Yeməyi bişirməyə başlayanda soğan unutmuşdum, incin göndərdim, soğan aldı. Nəysə, soğanların çoxsa çürük idi. Tərəvəz dolmasını mən düyü də vururam, əti çiğ də qoyuram, bu formada bişirirəm. Həm də yanında küftə bozbaşı da bişirirdim. Küftə bozbaşı da yenə də qayda qanuna uyğun yox. İçərisinə həm biber vurdum, həm pomidor vurdum və iri-iri atdım ki, uşaqlarım xırda olanda sevmirlər. Keçən gün deməli mən tərəvəz dolması bişirəndə pomidorun içərisini ətin içərisinə vurmuşdum deyənə quru alınmışdı və yandırır onda. Bu dəfə isə kesin dəfə dedim səhv eləmədim. Pomidoru içərisin keçirtdim soğan çəkəndən. Üstünə əlavə elədim. Ona görə də quru alınmadı, çox ləzzətli alındı. Axırda görəcəksiniz necə alındığını. Hər kəsin ağız dadı fərqlidir. Mən əti qovurub içərisinə qoyanda elə bilirəm ki, ciyər yeyirəm, yəni heç dadını bəyənmirəm. Restoranlarda ona görə mən heç vaxt tərəvəz dolması sifariş edib yemirəm. Çünki evdə əminə özümüzün bişirdiyimizi çox bəyənirəm. Küftə bozbaşı da eləcə bu formada. Əslində onu deyəsən soğan filan vurmurlar, sadəcə suya kartoşka və ət atıb bişirirlər. Mən onu da elə bəyənmirəm, evdə öz bişirdiyimiz kimi bəyənirəm deyənə. Onu da restoranda məsələn mən onu zakazlayıb yemirəm. Çünki bilirəm ki, o formada mən bəyənməyəcəm, onu ağız dadıma uyğun deyil. Düşünürəm ki, 2 günlük yemək var burada və uşaqlar onu bəyənirlər. Bəyəndinizmi siz?